Salam əzizlərim, hər vaxtınız xeyir olsun. Yenə qarşınızda mən Maya və biricik annem. Bugün sizlərlə birlikdə Gürcü mətbəxinə məxsus salatımızı hazırlayacağıq. Ərzaqlarımız bunlardır: qaynadılmış qırmızı lobya, qaynadılmış kartof, qızardılmış toyuq əti, duzlu xiyar, cəfəri, qırmızı şirin biber, olmazsa olmaz salata dad qatan qırmızı soğan və qoz, bir də duz, istiyot və mayonez. İlk öncə kartofumuzu qatırıq. Daha sonra qızardılmış toyuq ətini əlavə edirik. Yenə yaxşıca qarışdırırıq və ardınca duzlu xiyarımızı əlavə edirik. Təkrar yaxşıca qarışdırırıq və artlarınca qırmızı şirin biberimizi əlavə edirik. Yine az miqdarda qarışdırırıq. Daha sonra qırmızı soğan və qozumuzu əlavə edirik. Daha sonra istiyot və duzumuzu əlavə edirik. Yenə yaxşıca qarışdırırıq. Cəfərimizi də əlavə edirik salatımıza. Və daha sonra olmazsa olmaz mayonezimizi əlavə edirik. Və bu da bizim əzizlərim dadından doymayacağınız gözəl, dadlı Gürcü salatımızdır. Özü gözəl, dadı gözəldir həqiqətən də. İndi sizlərlə birlikdə salatımızın dadına baxacağıq. Baxın, görün nə gözəl görsənir bizim salatımız. İndi bir parça sizlərlə birlikdə dadına baxım salatımızı. İnanıram ki, çox möhtəşəm, çox gözəl çıxıb. Həqiqətən əzizlərim çox gözəldir, çox dadlıdır. İnanıram ki, sizə də hazırlayacaqsınız və dadından doya bilməyəcəksiniz. Zəhmət olmazsa kanalımıza abunə olub, videolarımızı bəyənməyi unutmayın ki, gələn yeni ləzzətlərlə qarşınızda olaq. Sevilirsiniz, öpülürsünüz.